Çünki ümumiyyətlə mən Allah Rasulunun sahabələrinə və Allah Rasulunun zövcələrinə dil uzadan şəxsi heç adam belə saymıram və adam yerinə də qoymuram. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Səhabəyə dil uzadanı insan saymayan vəhabilər görəsən bu rivayətə nə deyərlər? El-Musaddaq aləs-Sahihayn kitabına müraciət edirik. Hakim Nisaburi'nin Əhlüsünnə aliminin kitabı, Darul Kutub-el İlmiyyə tərəfindən çap olunan nüsxə, Muhaqqiq Mustafa Abdülqadir Ata 2-ci cild səhifə 378, rivayətin rəqəmi 3327. Əbu Hüreyrə deyir ki, qalə li Umaru, Ömər mənə dedi, ya aduvallahi və aduval İslam, ey Allahın düşməni və İslamın düşməni. Deyir ki, həzə hədithun bi isnadin sahih. Deyir, bu hədis səhih isnadlı hədisdir, alə şərti şeyxeyn və ləm yuxricahu. Buxarı və Müslimin şərtinə əsasən səhihdir. Zeylində deyir ki, qalə fit talxis, Şəmsüddin Zəhəbi başqa bir sünnə alimi və habilərin də qəbul etdiyi alim, deyir ki, alə şərtil Buxarı və Müslim. Buxarı və Müslimin şərtinə əsasən. Hədis səhihdir. Ömər Əbu Hüreyrəyə Peyğəmbərin sallallahu aleyhi və səlləm sahabəsinə deyir, ey Allahın düşməni, ey İslamın düşməni. Buyurun Ömər haqqında fikrinizi bildirin. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.